Yəqin ki, qarşınıza çox belə bir videolar çıxıb və orada müəyyən bir şeylər bildirirlər. Məsələn, illərdir öskürürdüm, ağciyərimdə ağrılar var idi və heç bir həkim ona çarə tapa bilmirdi və sair və ilaxır. Amma sonda bir dərman da tutur əlində ki, mən bunu içəndən sonra tamamilə sağaldım. Hətta bəziləri ümumiyyətlə yüksək iddia edirlər ki, həkimlər mənə ölüm belə demişdilər. Sən öləcəksən, amma mən buna inanmadım və nəticədə əlində tutduğunu göstərir. Bundan istifadə etdikdən sonra sağalmışam. Nə dərəcədə doğrudur bu? Ümumiyyətlə, xroniki xəstəliyi olan hər bir şəxs probleminin tez həll olunmasını istəyir. Bu da insani bir haldır. Yəni, hər birimiz müəyyən vəziyyətlərdə, müəyyən situasiyalarda tələsirik. Bir şeyin tez həyata keçirməsini istəyirik. Lakin bu tipli videoların arxasında marketinq qüvvələri dayanır. Yəni, reklam xarakterli videolardır. Məhz bu tipli vəziyyətdə olan insanlar hər məsələnin tez həll olunması üçün möcüzə kimi təqdim olunan müəyyən məhsulların alınmasına sövq olunurlar və daha tez problemin həll olunması üçün buna inanırlar. Çünki şirin yalan acı həqiqətdən daha yaxşıdır. Ümumiyyətlə, tibbin məqsədi möcüzə yaratmaq deyil. Tibbin məqsədi məhz daha təhlükəsiz və daha az risk faktorları ilə insanların sağlamlığına qovuşmasını təmin etməkdir. Həmçinin müəyyən xəstəliklərin aradan qaldırılmasına və yaxud da onların kökünün tamamilə kəsilməsi üçün işləyən bir elm sahəsidir. Bu tipli reklamları gördüyünüz zaman ağlınıza belə bir sual gəlməlidir ki, bu tipli vasitələr kimlər üçün, hansı şəraitdə, hansı situasiyada və hansı sübutla tövsiyə olunur? Sonda deyəcəyim tövsiyə isə bundan ibarətdir ki, sağlamlığımızı hər zaman mütəxəssislərə və peşəkarlara etibar etməyimiz daha doğru olardı.